Hicab barəsində bunu demək istərdim ki, hicab parçadan ibarət deyil, yəni əynimizdə giydiyimiz paltardan ibarət deyil. Hicabın bir dənə cismani tərəfi var, bir ruhani tərəfi. Bəzi xanımlar düşünürlər ki, biz elə başörtüyü vursaq başımıza, elə bu hicabdır. Amma ki, mənəvi tərəfinə riayət eləməsə, bu artıq hicab olmur, örtü olmur, bir dənə parça olur. Hicab qadına əzəmət verir, hicab qadına izzət verir. Qadın bir gövhərdir ki, bir sədəfdə olmalıdır ki, o xain və xəstə baxışlardan qorunsun və hicab özü azadlıq deməkdir, nəinki məhdudiyyət. Vacib deyil ki, sən elə profilə öz hicablı şəklini vurasan, profilə başqa bir şəkil qoya bilərsən. Əgər niyyətin maarifləndirmədirsə, profilə başqa bir dənə şəkil, bir dənə mənəvi şəkil qoyma. Bu da yenə də sosial şəbəkədə atılan addımlardan biridir. Din həyatımızın bir sahəsi üçün deyil. Hər yerdə insan gərək hicabını qorusun, hər yerdə insan gərək iffətini qorusun.